Deməli, yenə 8 mərtəbəli apartman tipli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaqlı cəmə mənzil nəzisi tanış eləməyə gəlir. Bu mənzilin qonaq otağı. Biz hazır başladı seçkiler qonaq otağımızdan. Bu mənzilimizin qonaq otağı. Görürsünüz, görən normal geniş bir qonaq otağı var. Qonaq otağının baş tərəfində şəbəkə qapı ilə yorulmuş mətbəx. Götürəcəm bundan mesela. Bu da eyvan hissəsidir. Buyur, eyvan edək. Mənzilimiz, hörmətli izləyicilər, onun vurgulanması ki, Sultan Şallıq Sarayının arxasında yerləşir. Bax, gördüyümüz yol 119 nömrəli marşrut xəttinin yolu. Bax, orada, yəni 119 nömrəli marşrut xəttində bir 50-60 metr məsafədə yerləşir binamız. Qarşıda Sultan Şallıq Sarayı. Sultan Şallıq Sarayının arxasına düşür. Gəl. Burada belə yataq otağına keçiddə var. Qonaq otağına və yataq otağına keçiddə var. Götür bağlıdan tutulmasa. Belə bir yataq otağına var. Kombi xətləri də çəkilib hazırdır. Bunu döşəməsi laminatdır. Görürsünüz. Çəkildiğiniz növbəti yataq otağına sizlər tanışılır. Burada yataq otağına öncə burada da sanitar qovuşağıdır. Bunu götürür zəhmət olmasa. Bura dəhlizidir. Dəhlizi nə götür? Döşəməsi metlabdır. Burada geniş bir dəhlizi var. Burada dolab yığmaq üçün yeri də var. Burada növbəti bir yataq otağımızdır. Belə bir uyumanın bir yataq otağıdır. İşıqlamaq üçün pəncərədə qoyulub növbəti bir otağa, bayaq girdiyimiz yataq otağı ki, işıq düşsün. Hər şey otağa işıq düşəriz. Mənzilin qiymətini açıqlama bölməsində qeyd edəcəm. Hörmətli izləyicilərimiz, bir daha vurğulayıram. 8 mərtəbəli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaqlı cəmə mənzilimizdir. Videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Sizin də satışlı mənzilləriniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Bugünlük bu qədər, hələlik sağ olun.